Meydanda cəmi bir Azərbaycanlı futbolçu var idi. Hər iki komandadan. Mən Aleksey İsayevi saymıram da, yəni milliləşdirilmiş futbolçudur. Yalnız Toral Bayramov idi və meydanın ən zəifi də Toral Bayramov idi. Maluda başını açmadığı oyun qalmadı Toral. Çox üzr istəyirəm. Çox elə bir yerə toxundun ki, Buyur. birbaşa oxu çıxardı batırsan, bax həmən bir şey idi də. Oyun gedə-gedə Maluda təsəvvür elə mən necə belə hansı sözdən istifadə edeyim bilmirəm. Mən Toral Bayramovu azarkeş deyirdim ki, yəni sözün həqiqi mənasında Maluda oranı artıq otobana çevirmişdi. O Almanya'da otobanlar olur, sürət limiti yoxdur da. Yəni mən özümə deyirdim ki, meydanda bir dənə Azərbaycanlı var. Keşke elə mübarizə aparsın ki, yəni deməsinlər ki, sabahları gördüyünüz bir dənə Azərbaycanlı var idi. Elə onun tərəfindən bütün hər şey o tərəfdən oldu da. Amma həqiqətində indi yazmamışdı, sən o oyunu gözümün qabağına gətirdim də. Sözün həqiqi mənasında, bax görürsən qardaş, bir dənə Azərbaycanlı oynayırdı. Mən meydanda ən zəif deməzdim, amma o tərəfdən açıq-aşkar Maluda karyerasının oyununu oynadı. Bəli. Özü cinahını dəyişdi qırmızı vərəqədən sonra ilə. Ondan sonra vəziyyət daha acınacaqlı oldu. Həqiqətən üz-üzü mənzərədir. Yəni biz azarkeşlərin gəlməsində özü Tural da Azərbaycanda ən yaxşı futbolçulardan biridir. Yəni azarkeşlərin gəlməsi müsbət hal, oyunun sürətindən danışırıq, amma meydanda bir Azərbaycanlı futbolçunun oynaması həqiqətən üz-üzü haldır. Yəni sabah milli komandada Toral oynayacaq da, başqa kim oynayacaq ki? Oynayacaq futbolçularımızın siyasında Toral da var. Bu üz-üzü məqamdır. Marko Yankoviç və Maldanı qeyd etdikdə Malda möhtəşəm bir oyun keçirdi. Həqiqətən çox çətin anlar yaşatdı. Tək Toralın başını oynatmadı. Deyərdim elə Medina üçün də çox çətin anlar yaşatdı. Və Marko Yankoviçi qeyd edərdim. O yanvardan sonra bəlkə də ən yaxşı oyunu keçirdi. Sanki Qurban Qurbanov hazırlaya bilmişdi bu oyun üçün ki, bəsdir də Marko, çıx oynada da. Bəsdir də. Yəni Markosuz Qarabağ həqiqətən çox çətindir. Və son Neftçi oyununda da Marko kifayət qədər yaxşı oynadı.